Şəmkirdə kətan üzərində boyama master-klassında iştirak etdim. İstədim həmin gün sizlərə kiçik də olsa vlog şəklində çəkim. Birinci Pinterestdən şəkillər seçdim. Mən ilk bu limon ağacını seçmişdim. Sonra isə dəyişdim və bantikli girası çəkməyə başladım. Burada gördüyünüz kimi artıq boyaları seçmişəm. İlk olaraq qələmlə şəklin özünü çəkdik. Onu da deyim ki, kimdə çəkmək qabiliyyəti yox idisə, müəllimə özü köməklik göstərdi. Bir bakalım müəllimə kimdir? Təbii ki, mənim dırnaq ustam. Onun rəsm kursu var. Arada sırada belə maraqlı master-klasslar edir. Burada izləyicimlə də tanış oldum. Yadınızdadırsa, mən tez-tez paylaşırdım bu master-klassı. İzləyicim gördü və o da iştirak etmək istədi. Birlikdə çox əyləndik, maraqlı vaxt keçirdik və ən əsası isə gedişatdan zövq aldıq. Biraz ara verdik və şirniyyatla çay içdik. Burada da xanımlarla söhbət etdik. Bir-birimizi daha da yaxından tanıdıq. Və onu da qeyd edim ki, master-klassı keçirdiyimiz yer 20 yanvar küçəsində yerləşən 1001 şirniyyat evi idi. Şirniyyatların dadını mən də daxil olmaqla hər kəs bəyəndi. Eyni ilə mükəmməl kofe hazırlayırdılar burada. Ən sonda isə digər qızların da çəkdiyi şəkilləri göstərdim sizlərə. Rəylərdə ən çox hansını bəyəndiyinizi yazmağı unutmayın. Ümid edirəm vloqum sizlər üçün maraqlı oldu. Belə master-klasslardan xəbərdar olmaq üçün rəsm müəlliməsinin səhifəsini aşağıdan tağ edirəm. Elə indidən mütləq şəkildə izləməyə alın. Videonu like etməyi və rəy yazmağı unutmayın. Hələlik.